hərəkətlər eləyirik. Ay, sağ ol. Dönürük. Azərbaycanda ipoterapiyadan istifadə edənlərin sayı artmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, ölkəmizdə 2022-ci ildən tətbiqinə başlanılan bu üsuldan indiyədək 1500 nəfər faydalanıb. Agentliyin reabilitasiya mərkəzlərində müalicə alan əlilliyi olan şəxslər üçün ipoterapiyanın müsbət təsirləri isə olduqca çoxdur. Çubuğu verirsən, bizdə yəhərdən tut, qalx ayağa, biraz ayaq üstə dur. Ay, sağ ol. 1, 2. İpoterapiya animaloterapiyanın, yəni heyvanlarla aparılan müalicənin bir sahəsidir. Bu, müxtəlif xəstəliklərin müalicə, remisiya və sağalmasında sosial uyğunlaşma vasitəsi kimi tətbiq edilən müalicə növüdür. Atlarla müalicənin iki növü var: iponoterapiya və ride terapiya. Bunlardan birincisi atlarla təmas hesabına, ikincisi isə onların üzərində gəzinti ilə aparılan müalicədir. İki əllə sol. Keç maneəni, sonra sağ. Atlarla müalicə və gəzinti zamanı eyni vaxtda bütün əzələ qrupları işləyir. Onların üzərində oturarkən müvazinəti itirməmək və yıxılmamaq üçün əzələlər fəal hərəkətdə olur. Atların belində oturarkən qorxu hissi yoxa çıxır. Özünə inam, iradə və dözüm yaranır. Müalicə kompleks şəklində müalicəvi gimnastika, masaj və s. ilə aparılır. Uşaq serebral iflici zamanı spasitik simptomların azalması müşahidə edilir. Ölkəmizdə ipoterapiya xidmətləri Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində ambulator və stasionar müalicə alan şəxslərə göstərilir. Uşaqlar üçün spesifik olaraq bu psixi inkişafın ləngiməsi, autizm spektr pozuntusu, emosional tənzimləmə, posttraumatik stres pozuntusu kimi hallarda çox effektivdir və müsbət nəticələr əldə edirik. Ümumiyyətlə at minməyə icazə 3 yaşdandır, amma biz onların cari psixi vəziyyətinə və fiziki vəziyyətinə baxıraq 5-6 yaşdan yuxarı uşaqlara göstərilir xidmətlər və xüsusən də qazilər üçün də bu xidmətlər tətbiq olunur. Onun davam olunması uşağın fərdi inkişaf proqramına uyğun tərtib olunur və müddətlər olaraq fərqli ola bilər. 1 ay da ola bilər, bir neçə ayda davam edə bilər, bir neçə il üzrə də gedə bilər. Bir nömrəli uşaq reabilitasiya mərkəzinin təlimçisi Nigar Muxtəsənova vurğulayıb ki, atlarla terapiya insanların, xüsusilə də uşaqların bacarıqlarının inkişafına müsbət təsir göstərir. Uşaqların birinci, ikinci seanslarda çox qorxularla, fobiyalar olması çox normaldır. Amma üçüncü seanslarda artıq bizim müşahidələrimizin əsasında deyə bilərik ki, uşaqlar daha rahat, daha özgüvənli və daha yeni bir şey kəşf eləmiş kimi özlərinin bədən fərqindəliyinin daha artır, uşaqlar daha özgüvənli olurlar. Bu hipoterapiya bizə kömək edir ki, uşaqlar daha sakit həyata, daha çox diqqətini həmin zamanı üzərində yavaşlamağa kömək eləyir. Çünki bizim uşaqlarımız artıq bu sürətli həyata öyrəşiblər. Amma bu hipoterapiyada atların üzərində uşaqlar öz kontrolunu, emosiyalarını tənzim eləməyinə daha böyük kömək eləyir. İpoterapiyadan istifadə edənlərin üst tutduqları cıdır açılıq mərkəzində hər bir tapşırıq təlimatçıların müşayiəti ilə yerinə yetirilir. Onlar həftədə 2 dəfə olmaqla bu müalicə üsulundan istifadə edirlər. Mənim 9 yaşım var, 3-cü sinifdə oxuyuram. Atları çox sevirəm. Amma əslində sevmirdim, qorxurdum. Artıq indi sevirəm atları. Roma, oradan sən dairə bir döndü. Dairə verin. Yaxşı. Son 30-40 ildə atlarla gəzinti Almaniya, Fransa, İsveçrə, Polşa, Skandinaviya ölkələrində inkişaf edib. Dünyanın onlarla ölkəsində ipoterapiya ilə məşğul olan xüsusi müalicə mərkəzləri var.